X kiçikdir birdən Bəli. bu tərəf, x bərabərdir 1-ə, bura 1 də daxil oldu. X böyükdür 3-dən, yəni bu tərəf 3 daxil deyil burada. Şərt blokundan ən az neçə dəfə istifadə etmək olar? 3-ə bərabər olduğu halda x-in və elə bil ki, x birdən böyük, 3-dən kiçik bərabər olduğu halda heç bir komanda icraya verilmir. Ona görə burada bir dənə də şərti əlavə edirik. X böyükdür 1, kiçik bərabərdir 3 şərtini. Deyirik ki, burada 4 dənə şərt var. 3 dəfə şərt blokundan istifadə olunacaq. Yəni cavabımız olacaq B variantı. Sonra neçən suala baxırıq? 31-ə baxardıq müəllimə. 31. X-a 5 verib Y-ə 7, Z-ə 12. Deyir ki, əgər X böyükdürsə Y-dən, baxıram 5 7-dən böyük deyil. Hərdən getməyəcək. Ona görə yoxdan gedirik. Əgər X böyükdürsə Y-dən, yox. X bərabərdir, X vuraq 2, yəni 5 vuraq 2, X bərabər olacaq 10-a. Z də bərabər olacaq, Z plus 3, yəni 12 plus 3, Z olacaq 15. Bizdən nə istəyir? X plus Y plus Z istəyir. Şimdi baxın müəllimlər. Burada X-la Z-in qiyməti dəyişdi, amma Y-in qiyməti 7 olaraq qaldı. Ona görə X-in yeni qiymətini, Y-in köhnə qiymətini, Z-in də yeni qiymətini yerinə qoyuruq 32. Aydındır? Çiçək Sonra müəllimə 30-a da baxardı. 30. Hı. Aha. Deyir, girişə X dəyişəninə hansı tam ədəd daxil edilməlidir ki, alqoritmin icrası nəticəsində çıxışda S-in qiyməti 12 olsun. Deməli, müəllimlər, baxırıq ki, S ya burada qiymət alacaq, ya burada, ya da burada. İndi baxaq görək, hansı dəyərdə X-a deyir, hansı tam ədəd daxil edilməlidir ki, aha. Deməli, baxın, əgər buradan hərdən gedəsi olsa, X hərdən gedəsi olsa, X 4 olmalıdır ki, 4-ü çavurum 12 eləsin da elə. Bizə deyir S 12 almalıdır. İndi əgər X 4 olacaqsa, bura 4 qoysam, 4 böyükdürmü 5-dən? Hərdən getməlidir. Bu alınmaz axı, bu olmaz. Yəni, bu hər qolundan getməyəcək ümumiyyətlə. Çünki hər qolundan gedib 12 alması üçün X 4 olmalıdır. 4 də olanda bu şərt ödəmir. Yəni, bu yalan da olmayacaq. Deməli, X yoxdan gedəcək. Burada yoxdan gediləcək. Deməli, X 5-dən böyük bir ədəddir. Daha doğrusu, böyük 5-dən kiçik bir ədəddir. Çünki X böyükdürmü 5? Deməli, bu yox olmalıdır ki, gəlsin bura. X bərabərdirmi 5? Deməli, 5-dən kiçik ədədlərin içindən bir ədəd seçməliyəm. X bərabərdirmi 5? Hərdən getsə, yəni X-i 5 götürsəm, bu eləyəcək 25. S 25 olacaq, amma mənə 12 deyib. Yoxdan gedib X-in yerinə, baxın, 5-dən, X böyükdürmü 5-dən? Yox. Deməli, 5-dən kiçik olmalıdır X. 5-dən kiçik. Bərabər də deyilsə, deməli, 4 və yaxud 3 götürə bilərəm. X-a 3 götürsəm, əgər, bu eləyəcək 12. Deməli, mən X-a ancaq 3 qiymətini daxil edəndə 12 ala bilirəm. Aydındır? Sonra müəllimlər, buradasınız? Müəllimə Başa düşdünüz? cavablar məndə yoxdur deyin. Ona görə özüm eləmişəm, ona görə bilmirəm düzü səhvi. İndi deyəcəm qızlarda hansında kodera varsa açsın cavabları. Yox Hə, deyil. PDF-də olmalı idi ya müəllimə, yox idi PDF-də. Xeyr müəllim, Bilmirəm. yoxdur. Yox, müəllim. Hə, Çiçək müəllimə, bu bəli. hissənin təsdiqatına olmaz. Həm cavabını, həm özünü, sualların özünü, həm də cavablarını hissə hesabına olmaz.
Olar əslində. Gərək onda öz koderamı skan eləyəm. Eləyə bilərik, problem yox. Müəllimə, hə, zəhmət olmasa atında cavablarını da. Yaxşı, yaxşı. Yox, Adam yox. orada müəllimə axtarıb tapa da bilmir, uzun olur Ha, görə. tamam. Hə, yaxşı Səhvlər. müəllimə, atarım, atarım. Sıfır. Burada varmı səhviniz? 33, 34 yazıbsınız? Yazmışam intihası variantları bile yoxlayamıram da, cavab yox. Hə, Ona görə Kodera bilmirəm. bugün yanımda değil. Kimdəsə Kodera var? Var müəllimə, məndə. Bir dənə Ataş, cavab mətan nətər eləyək? Səsləndirə bilərsinizmi cavabları? Hansını? Kodera 10.5'i səsləndirin. Yazmışdınız 10.5'i vermişəm evə. Bəli, vermişdiniz mənə. Amma Mənim onda demədikləriniz var kəsdirib müəllimə orada. Onda belə eləyək də. Solmaz müəllimə, zəhmət olmasa siz 10.5'in cavablarını səsləndirin. Müəllimlər yoxlasınlar. Biz elə baxaq. Yaxşı müəllimə. Bax, 1-də 1, 2-də A, 3-də 1, 4-də 1, 5-də də 1, 6-da A, 7-də A, 8-də D, 9-da Y, 10-da A, 11-də C, 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 11'də bəli, C. C, 11-də C, 12-də Y, 13-də B, 14-də A, Mikrofonları bağlayardınız müəllimlər. Eşitmək olmur müəllimlərin dediklərini. 14'te A, 15'te A, 16'da B, 17'de D, 18'de B, 19'da A, 20'de B, 20'de C, 21'de B, 22'de A, 23'de A, 24'te C, 25'te A, 26'da A, 27'de A, 28'de C, 29'da B, 30'da A, 31'de C, 32'de A, 33'te A, 34'te C. Satırabilirsiniz müəllimə, yox tezim deyirəm. 34'te C, 35'te Y, Müəllimlər axşamınız xeyir olsun. axşam Bunun hansından deyirsiniz bunu? Python'dan. Koderadan da müəllimə. Oldu. Hesabı. Davam edin. 35'te Ben yeni Y, boşladım. 36'da Y, 37'de Y, 38'de Y, 39'da A, 40'da A, 41'de A, 42'de A, Y, 42'de Y başlayın Y, 43'te A, 44'te Y, 45'te A. Bu kurtardı mənim. 45 sualdı. Sağ olun. Siz de sağ olun. Hə, ola. Səhvlərinizi soruşun indi 10.5'dən. Səhvlərimiz mənim orada işlədiyimiz eyni misal var məndə. Hansı? Teşekkür ederim. Müəllimə 4 ilə 6-ya baxardı. 4'dən 6'ya. Baxaq. Bəli, səs bağlıymış, elə biləm. Deymiş.
Alqoritm icra nəticəsində x Ay dəyişənin müəllimə, bir sonucu dənə sənə deyərdiniz də zəhmət olmasa. Mən yeni qoşulmuşam deyə bütün itirdim. Hansından hansı 132 işləyir? deyil. Koderada 132-ci səhifə. Aha. Müəllimlər, dördüncü suala baxan kimi bu nə alqoritmidir? Tanıyırsınızmı bunu görəndə? Bu nə alqoritmidir müəllimə? Ay, sağ olun. Evclid alqoritmi. Yəni əbobun hesablanması. 55 Bunu mi 75 mi? əgər tanısaz 55 ilə 75-in əbobunu tapa bilərsiniz ki, bunların ən böyük ortaq bölənləri nədir? Yox, tanımadınızsa problem yoxdur. Deyir, x fərqlidirmi y-dən? Bu nidə bərabər fərqlidir deməkdir. 55 75-dən fərqlidirmi? Yox. Hə, daha doğrusu. Hədən gələcək. X böyükdürmü y-dən? Yox, onda y bərabər olacaq. Y minus x-a. 75-dən 55-i çıxanda eləyir 20. Y-in yeni dəyəri olur 20. Təzədən gəlirik buradan başa. Başa gəldik. X fərqlidirmi y-dən? X 55 olaraq qalıb, y dəyişib artıq olub 20. Fərqlidir. Hərdən gələcək. X böyükdür y-dən. Bu dəfə x böyükdür. Ona görə 55 20-dən böyük deyə hərdən gələcək. İndi 55-dən 20-ni çıxacaq, eləyəcək 35. X-in dəyəri olacaq 35. Aşağısına yazaq. 35 olacaq X-in dəyəri. Təzədən indi buradan qayıdıb gələcək yenə şərtə. X fərqlidir y-dən. 35 20-dən fərqlidir. Hərdən gələcək. 35 böyükdürmü 20-dən? Yenə hərdən gələcək. Yenə o x-dən y çıxıb x-a mənimsədəcək. Yəni 35-dən 20 çıxacaq 15, x-a mənimsətdik oldu. O x 15, daha x 15-dir. Təzədən qayıtdı gəldi, bu 15-dir. 15 fərqlidirmi 20-dən? Hə. 15 böyükdürmü 20-dən? Bu şərtə baxırıq. X böyükdürmü deyil y-dən? Yox. X y-dən böyük deyil deyə yoxdan gedirik. Y-dən x-i çıxırıq. 20-dən 15 çıxırıq, edir 5. Y-in yeni dəyəri oldu 5. Təzədən qayıdırıq, gəlirik. 15 fərqlidirmi 5-dən? Hə. 15 böyükdürmü 5-dən? Hə. İndi x-dan y-i çıxıb x-a mənimsətməliyik. 15-dən 5 çıxdıq, 10 qaldı. Təzədən qayıdırıq, gəlirik. 15-dən yenə fərqlidir. 10 böyükdürmü 5-dən? Hə. İndi 10-dan 5 çıxırıq, alınır 5. X-də 5 oldu mu? Təzədən qayıtdıq, gəldik. X fərqlidirmi y-dən? 5 5-dən fərqli deyildi. Yoxdan gedirik və 5-i çap edirik. Amma siz bunu başdan tanısaydınız, 55 ilə 75-in əbobunun 5-ə bərabər olduğunu bildiyinizə görə cavabı B variantı yaza bilərsiniz. Sonra Sonra bunu 6-ya da baxardınız. baxaq. Alqoritmin fraqmentin nəticəsində deyir, A-nın dəyəri nə olacaq? Təyinat deyil, eləcə qiyməti hesablayırıq. Baxaq, deyir ki, n deyir 5-dir. S də 0-dır. Baxın, S bərabər S1 idisə, deməli burada cəm məsələsi var. Nəyəsə toplayacaq. I1-dən başlayır. I1-dən başlayır. Baxın, n olana qədər davam edəcək. X bərabərdir n. Hərdirsə, deyir, bu gövdəni icra elə. İndi də hər dəfə bir addım artırır. Deməli, bu 1-dən başlayır. 1-dən başlayır. N daxil olmaqla. Hətta baxaq şöyle, x bərabərdirmi? N bərabər olanda gələcək. N də toplayacaq. N özü də daxil olmaqla. Çünki burada bərabərlik işarəsi də var. N də nədir? 5 deyilmi? Deməli, 1-dən başlayacaq. 5-ə qədər 5-in özü daxil olmaqla ədədləri cəmləyəcək. Bu da deyən 15 eləyir. Yəni, bunu qısaca belə tapmaq olur da, müəllimlər. Yəni, siz bu sualı bir də uzun-uzadı həll eləməyinizə ehtiyac yoxdur. Baxırsınız, S0-dır, S-in üstünə nəsə gəlib. Deyirsiniz, burada cəm məsələsi var. Baxırsınız, I1-dən başlayıb, N daxil olmaqla, əgər bərabərlik işarəsi olmasaydı, deyərdi, N daxil deyil. Amma N daxil olmaqla, deməli, 1-dən başladı, N-ə qədər N daxil olmaqla cəmləyəcək.
Burada baxın, n-ə 5 yazıb axı başda. Və 1-dən 5-ə qədər belə. Əgər i bərabər i plus 2 yazsaydı, onda 1, 3, 5. Bax, belə götürərdik 2 addımından. Amma 1 artırdığına görə ini 1 addımından, yəni hamısını toplayır. Sonra 9'a bakardık məlumatı. baxaq. 9-cu sual əslində çox asan bir sualdır. Bir xüsusi məqam var. Bilmirəm, fikir Onu verdinizmi? yoktu. Ha, onu tapmışdım elməni. İşlədim. Yekunda gördüm heç nə alınmır, sonsuz davam etdi ancaq bu. Bəli, Ancaq davam bəli, ediləcək. bəli. Bu hassaslık. Bu, baxın, dövrün gövdəsi, baxın, bu hissədir də. Bax, bu hissə buradan, bax, buradan. Bura qədər dövrün gövdəsidir. Yəni, bu dövrün şərtidir. Bax, bu 2 addım, bax, bu 1, 2 yazdığım dövrün gövdəsidir. İndi bu dövrə daxil olanda, baxın, bu son şərtlidir. Çünki birinci qiymətlər yazılır. Ondan sonra şərt yoxlar. Deməli, müəllimlər, A 17-dir, B 25-dir. A bərabərdir A plus 2-yə. A oldu 19. Elə? Deyir, A kiçikdirmi B-dən? Bəli, kiçikdir. Hələ ki 19 25-dən kiçikdir. Hərdən gələcək. Amma baxın, hərdən görün hara gəldi? A bərabər 17, B bərabər 25 blokuna gəldi. Bu blokda da yazılıb ki, A bərabər 17-yə. A dəyişəndir də, da 19 qiyməti getdi. A təzədən 17-yə bərabər olacaq. Təzədən bura daxil olanda A yenə 19 olacaq. 19 kiçikdir 25-dən, hə, gələcək bura. İndi A yenə 17 olacaq. Sonra 17 kiçikdirmi? Üstə gəlmişəm müəllimə, ona görə 19-un qiymətini 19 götürmüşəm Ah, ayı. yox, burada sizi yanıltmaq istəyirlər, amma baxın, hər dəfə bu bloka gəldiyinə görə bu A bərabər 17 blokuna. A-nın dəyəri həmişə 17 olaraq qalır. Yəni bir dəfə 19, bir dəfə 17. Bax, belə gedir. Bu da həmişə 25-dən kiçikdir. Ona görə isə qoydum. Sonra Və müəllimə, mən birisində də əziyyət çəkirəm. Bir də görürsünüz ki, belə məsələ verilir, eləmir. Və orada cavablarda yazır bu, əbobdumu, əköbdumu və yaxud da faktorialdumu. Bax, bunu mən çünki riyaziyyat, gəl buradan güclü riyaziyyatçı olasan da həm də. Yo, müəllimə. Onu tapa bilmirəm, o çətinlik çəkirəm o hissədə. İndi gedək o suallara da yavaş-yavaş gedirik, baxaq. Riyaziyyatı mən də bilirəm. Çalışacağım ki, asan qayda ilə deyim olar sizə. Aha, onların yolunu bilmək istəyirəm. Mənə çatır. Bax, məsəl üçün, mən görüm hansında idi. Hə, 18-ə baxaq müəllimə bir zəhmət olmazsa. Baxaq. Deməli, 18-də nə edirsən müəllim? Yəni, burada belə güclü riyaziyyata heç nəyə ehtiyac yoxdur. Baxın. Deyir, birinci sualda bizə verib, baxın, 1 S bərabərdir, 1 üstə gələk, 2 üstə gələk, 3 üstə gələk və s. 100. Birinci siz bu ifadəni analiz eləməlisiniz. Burada hasil məsələsidir, yoxsa cəm məsələsi? Cəm. Aha, bu cəm məsələsidir. Ona görə də baxın, görürsünüz, S-ə 0 təyin eləmişik. Hasil olsaydı 1 təyin eləyərdik. İndi, neçədən başlayıb toplamağa ədədləri? Birdən. Neçədə dayanıb? Neçədə daxildir? 100. 100 də 100. Aha. Deməli, neçə addımından gedib? Bir gedib də daha. Aha, bir. addımdan gedib. Burada, baxın, başda n bərabər 1 yazıb. Bax, bu 1-dir. Birinci deyir, n-i 1-dən başladaq. Yavaş-yavaş n olmalıdır 2, sonra olmalıdır 3 ki, biz bu ədədlərin hamısını ala bilək də. İndi n-ə 1-dən başlamışam. 100 də daxil olmaqla getməliyəm. N kiçikdir, bərabərdir 100 yazırıq ki, 100-ə bərabər olanda da hərdən getsin, həmin o 100-ü də S-in üstünə gəlsin. Başa düşdünüzmü? Əgər ifadədə 100 olmasaydı burada, ən axırıncı 99 olsaydı, mən burada eləcə n kiçikdir 100 yazardım. Ki, 100 olanda desin ki, 100 kiçikdirmi 100-dən? Yoxdan getsin.
Buradan. O 100'ü bunun üstüne gəlməsin. Bu ifadənin üstüne gəlməsin. İndi. Yəni burada sadəcə hilələrcə yadda saxlamağınız kifayətlidir. Baxaq. S bərabər S plus N. Baxın. Düşünün birinci n1'dir da elə. Bir kiçik bərabərdir -100-dən, hərdən gələcək. S-in üstə n gələcək, S sıfırdır. Sıfırın üstünə 1 gələcək. İndi burada n1 olaraq qalmamalıdır axı. N1, sonra 2, sonra 3, sonra 4 belə getməlidir. N neçə vahid artırmalıyam? Bu da bir vahid nə? 1 vahid. N bərabər olsun n plus 1'ə. 2 geçsəydi 2'ye, n plus 2 yazardı. İndi n'in qiyməti nə olacaq əməlində? 1 idi, indi nə olacaq? 2. 2. 2. Bir addan nə Tərsinə gidiyor da? qayıdıb gələcək. Baxın, 2 kiçik bərabərdirmi 100-dən? Yenə hərdən gələcək. S bərabər S plus N. S-ə ən son bunu almışdım da. İndi bunun üstünə N-i təzdən gəldim, yəni 2'ni. N də bərabər N plus 1 olduğuna görə bu da olacaq 3. Sonra bunun üstünə 3 gələcək, bu olacaq 4. Bax bu şəkildə. Başa düşdünüzmü? Bax, Hər bu biri olacaq. bir vahid aslında. Bəli, bəli. Yəni burada belə deyim də, riyaziyyata həqiqətən ehtiyac yoxdur. Sadəcə sualdakı hilələrlə də getməlisiniz. Sonra Müəllimə 16'ya da bir dənə baxardıq. 16. baxaq. Deyir ki, icraçı alqoritm bir dəyişən üçün tam ədəd götürür və həmin dəyişən üzərində aşağıdakı əməlləri dövr olaraq təkrarən yerinə yetirir. Əgər deyir, ədəd cütdürsə 2'yə vurur, ədəd tək olarsa üzərinə 1 əlavə edir. Dövrlərin sayı 4 və dəyişənin son dəyəri 112 olarsa, dəyişən üçün hansı dəyər daxil edilmişdir? Baxaq. Variantları götürərdiniz, bir-bir yoxlayardınız. Baxın. 4 addımdan sonra 112 almalıyıq. Əgər istifadəçi birinci addımda 7 daxil edibsə, 7 təkdir yoxsa cütdür? Tək. Tək. Tək olarsa deyir, üzərinə 1 əlavə et. Yəni olacaq 8. İkinci addımda 8 olur. Üçüncü dövrdə, yəni üçüncü addımda. 8 təkdir cüt. Cütdürsə neyinə deyir? 2'yə vur. 16. Dördüncü addımda 16 neynəməliyəm? Bir əlavə, tək ədədin üzərinə bir əlavə. 16 tək deyil axı. Cüzdür. Ha, Cüzdür. Gene cüzdür. 2'ye vurmalıyım. Ha, 2'ye 32. vurmalıyım. 7 daxil eləyəndə mən 4-cü dövrdə 32 aldım. Amma bu deyir ki, 4-cü dövrdə 112 aldım. Ona görə 7 Alınmadı. deyil. Bu 12. 7. Bir Başa hamısını düşdünüz necə? yoxlamalıyım. Bəli. Gəlməm, 13. cavabla yoxladım mən də. 13, bəli. 13. 13'ü təşdir, üstə 1 gəldim 14. Düzdür, 2'yə vurdum. Düzdür, 2'yə vurdum. Alınmadı. Bu da bunlar çok Sonra alınmadı. 11. Təkdir, üstə 1 gəldim 12. Düzdür, 2'yə vurdum. 24. Düzdür, 2'yə vurdum 48. Biz 13'te almadıq. 13'də alınmalıdır. Amma 56'nı mən vurduq. baxıram ki, Bir variant. 56'nı vurduq 2'yə, müəllimə, düzdür də. 56'nı bir dəfə də 2'yə vururuq. mən burada dövrləri Birincidə 13 yazırsınız, müəllimə. Birincidə 14 bəli, olmalıdır. bəli, bəli. Burada 14 olacaq, çünki təhdisə üstə 1 gəlirik, bu birinci ədədir. Cütdüsə Onu 2'yə vururuq, vururuq, təhdi. cütdüsə 2'yə vururuq, cütdüsə 2'yə vururuq. Deyirəm axı, burada 13'te alınmalıydı. Yəni, baxın, belə əməllər. Yəni. Şimdi orada biz neçə dəfə vurarız müəllim? 4 dəfə, 13 4 dəfə dövr oldu da, müəllimə. 4 dəfə deyir dövr eləyəcək. Dövr eləyir. 4 dəfə 2'ye vurmalıyıq da onda biz 13'ü. 2'yə vurmalı deyil, Yox. müəllimə. Bax, ədədə 13'ün baxırsınız. Ədədə baxırsınız. Görün, ədəd təkdirsə, üstə 1 gəlirsiniz, cütdürsə 2'yə vurursunuz. Baxın, bir də gəlin bu 13'ün üstündə bir də yazaq. Ha, deyir ki, icraçı daxil edilən ədəd təkdirsə, üstə 1 əlavə edir. Cütdürsə deyir, ədədi 2'yə vurur.
Dövrlərin sayı deyir 4 Hə. olandan olduğu məlumdur. 112-ni almaq üçün hansı ədədi daxil etməliyik? Deməli, mən burada hansı ədədi daxil etsəm, 4-cü dövrdə 112 alacağam. 13 daxil etsəm, 13 təkdir. Üstə 1 gələcək, oldu 14. 14 cütdür. İkinci dövrdə 2-yə vuracaq 28. 28 cütdür. 2-yə vurdu 56. 56 cütdür. 2-yə vurdu 112. Sonra Hə, 13. 20-yə də baxardıq. Hə. yəni sualı analiz edək. Nə məsələsi var? Cəmbi hasildir. Müəllimə, bu aradakılar vuraqdır, eləmi? Yox, çıxartmadır, toplamadır. Yaxşı, mikrofonları bağlayın müəllimlər. Mikrofonları bağlayın. Baxın, buna cəm məsələsi deyirik. Çünki bir dəfə mənfi ədəd gəlir üstünə, bir dəfə müsbət ədəd gəlir. Ona görə bir dəfə minus, bir dəfə plus olur. 1-dən başlayıb 99-da daxildir. 2 addımından gedib 3, 1 gəlib, 3 çıxıb, 5 gəlib, 7 çıxıb. Deməli, buradakı n, böyük ehtimal ki, n-dir addımımız. N 2 gedir. Deməli, n-i 2 artıracam. Onu buraya yazıram. N bərabərdir n plus 2. Bəlkə də var, qoy dəqiq baxaq. Hə, yox. N-i tapdıq. N 2 gedir. Cəm məsələsi olduğuna görə cəm məsələsində S bərabərdir. Baxın, S-dir də burada. S bərabərdir. S plus N-i gəlirəm də hər dəfə üstünə. Amma indi baxın. Burada bir dəfə müsbət 1-dir, bir dəfə mənfi 3-dür. Bu birinin müsbət, digərinin mənfi olması, baxın, buradakı K-dan asılıdır. Bir dəfə müsbət, bir dəfə mənfi gəlmək üçün 1-ə bərabər bir dəyişən təyin edirik başda. Bunu N-ə vururuq. Bax, bu K-nı N-ə vururuq. 1-də axı bu. N 1-dir, K 1-dir. Biri 1-ə vuranda olsa ki 1 eləyəcək. S-in üstünə 1 gələcək elə bir. S bərabər olacaq. S plus 1. İndi K ikinci dəfə mənfi olsun deyə K-nın işarəsini dəyişmək lazımdır. Onu da baxın, burada dəyişiblər. Görürsünüz? K bərabərdir. Mənfi K yazıblar. K başda 1-dir. İndi olacaq mənfi 1. Mənfi K mənfi 1-i verir də. Təzədən qayıdıb gələcək bura. N kiçikdir mi 100-dən? N də olacaq. Birinci 1 idi, indi olacaq 3. 3 kiçikdir mi 100-dən? Hə. S üstə gələk N vuraq K. İndi S-ə 1 almışdım da mən. Elə. Bu 0 idi. S-ə 1 almışdım. S bərabər olacaq. 1 üstə gələk. 1 üstə gələk. N vuraq K. 3 vuraq mənfi 1. Bu da bərabər eləyəcəkmi? 1 minus 3. İndi bu hələ ki S bərabərdir. 1 minus 3 almışam. Əvvəlini almışam. İndi baxın. N bərabərdir. N plus 2. N oldu mu 5? K bərabərdir. Mənfi K. Mənfi 1 deyil K-nın qiyməti. Mənfi 1. Bunun da hələ deyil bir mənfisi. Bu da verdi mi müsbət 1-i? İşarəni dəyişdik yenə. İndi gəldik bura. 5 kiçikdir mi 100-dən? N-ə axırıncı 5 almışıq. Hərdən gələcək. Bu dəfə S-ə bunu almamışam 1 minus 3-ü. Yəni S-in dəyəri 1 minus 3-dür. Bu dəfə bunun üstünə gələcəm. N vuraq K-nı. N 5-dir, K 1-dir. Müsbət 1-dir. Bu da bərabər edirmi? 1 minus 3 plus 5. Görürsünüz müəllimlər, bu şəkildə də davam edəcək. Aydındırmı? Bax, burada həmişə işarəni dəyişmək görəndə K bərabər mənfi K kimi işarə dəyişildiyini görsəz, bilin ki, burada hamısı plus getməyəcək. Biri plus olacaq, biri minus olacaq. Baxın, məsələn, variantlar nətər çıxa bilərdi? İfadəmiz belə deyilmi? 99-dur da ən axırıncı. 1-də başlayır, 2 addımından gedir, ən axırıncısı da 99-dur. İndi siz burada
variantlar nətər çıxa bilərdiniz? Burada en kiçik bərabərdir 100-dür. 100 daxil deyil axı. Bu variant ola bilməz. Sonra n bərabər n plus 1-dir. N 2 addımı getməlidir. Burada da n bərabər n plus 1-dir. Bu da ola bilməz. Çünki n 2 addımından getməlidir. Burada da s kiçikdir 100 yazıb, əslində n kiçikdir 100 olmalıdır. Çünki n 100-ə çatana qədər getməlidir. N kiçikdir 100, s bərabər s plus 1. Yəni s'i bir vahid yox, s'i hər dəfə n qədər artırmalıyıq. Bu da getdi. Əlimizdə qalan variant olacaq C variantı. Variant çıxaraq da tapa bilərsiniz. Burada da bir vahid artıq. Bu da ola bilməz. Sonra Sonra 24'e baxaq. burada təyinat soruşur. Və mən izah edəndən sonra bu sualları bir işləyin ki, yaxşı dərk eləyəsiniz. Baxın, müəllimlər, bu sual nədir? Fikirləşin ki, biz 100 dənə ədəd vermişik kompüterə. İndi deyirik, 100 dənə bir-birinə fərqlidir. Yəni 100-ə qədər yox, 100 dənə fərqli, müxtəlif ədəd. İndi demək istəyirik ki, burada ən böyük ədədi və yaxud da ən kiçik ədədi tapın. İndi bunu proqramlaşdırma, yəni proqramlaşdırma dili necə tapır? Kompüter necə tapır? Tutaq ki, ədədləri stolun üstə tökmüşəm. Baxın, 1, 15, 25, 35, 40, 4 olsun, 40 olsun, nə bilim 50 olsun. Tutaq ki, stolun üstündə 115 olsun. 115 olmasın, çünki burada 100-ə qədər yazaq. 95 olsun. Tutaq ki, baxın, belə 100 dənə ədəd atmışam stolun üstünə. İndi sizə deyirəm ki, bu ədədlərin içindən ən kiçiyi və yaxud da ən böyüyünü tapın. Nətər taparsınız? Baxan kimi tapa bilərsiniz. Bəli. Məsələn, balaca kağızlara ədədlər yazmışam 100 dənə. Atmışam stolun üstünə püşk kimi. Hamısı da görünür amma. Baxan kimi onu görə bilərsiniz hansı ədəd böyükdür. Ən böyük ədəd hansıdır? Bəli, 91. 91. Nətər görərsiniz müəllimlər? Yox, düşünün indi burada 100 dənə ədəd var. Bax, burada 100 dənə ədəd var bu ekranda. Siz baxan kimi onu tapa bilərsiniz hansı ən böyükdür. Yox, O yüzden- onu seçəmərik mənimlə. Bəlkə indi 100-dən çoxdur orada 100 ədəd. dənə olsa, Yəni də o boyda ədədin içindən qarışıq Beş. ədəd. qarışıq olanda bəli, biraz qarışıq olur. Bəs 24. Yəni də gərək onu seçmək üçün xeyli uğraşasınız da, çalışasınız ki, Başa. onu seçəsiniz. bəli. İndi kompüter bunu nətər seçir? Yəni bax, bu blok sxem onu seçməyin qaydasıdır. Bax, məsələn, birinci əlinə bir dənəsini götürür. Tutaq ki, bunların içindən ən böyüyünü tapmaq istəyirəm. Birini əlinə götürür. Məsələn, 40-ı götürdü. Sonra birini də götürür əlinə. Məsələn, 35 götürdü. Bu 40-ı 35-lə müqayisə eləyir. Əgər 40 35-dən böyükdürsə, və 35-i atır bir kənara. Çünki ən böyüyü axtarırıq axı. Hələ ki, ən böyüyüm 40-dır. Sonra nə edir? Bu 40-ı əlində saxlayır, 35-i atır. Sonra yerdən bir dənəsini də götürür. Məsələn, 95-i götürdü. İndi 40-ı 95-lə müqayisə edir. Baxın, 95 daha böyükdür. 40-ı atır, əlindəki ədədi 95 olaraq yadda saxlayır. Çünki hələ ki, ən böyüyü 95-dir. Başa düşdünüz qaydamızı? Hı. İndi burada nə edir? Baxın, indi həmin qaydanı gəlin tətbiq edək. Bax, buraya yazıram 40, bu da 35 idi. Yəni. Deyir, bax, bu x var ya, birinci x. Deyir, x-i daxil elə. X nədir? Bunun əlinə aldığı birinci ədəd. Hı. Deyir, birinci ədədi götür, daxil ol. Mən 40 daxillədim, toxlayım. M deyir, x-ə bərabər olsun. Yəni, maksimum 40-dır hələ ki. Hələ ki, düşünür ki, ən böyüyü 40. Deyir, M 1-dən başlayır, 100-ə çatana qədər. 100 daxil deyilsə, neçə dəfə dövr edəcək?
99 dəfə. Ay, 99. 99 dəfə. Amma ədədin birini də başda alıb ha. Başa düşdünüz? Birini başda alıb. 99 dəfə də dövr qurur. İndi gəldik. Deyir ki, x-i daxil elə. İndi yenə x istədi. Tutaq ki, 35-i daxil elədim. Deyir, m böyükdürmü x-dan? Biraz yaxınlaşdıraq. Qiymətlidir. Aha. M böyükdürmü x-dan? İndi mən m-ə 40 yazmışdım. X da 35'ti. Bəli. 40 35'ten büyüktürmü? H'den gələcək. Deyir, m yenə x-ə bərabər olsun. X da daha 35 doğrusu olsun. hə. İndi olacaq 35. Elə bir bu blok sxema əməllər. Mən böyüyü tapan nümunə dedim sizə. Amma bu blok sxem nə edir? Böyüyü kiçiyini tapdı. Böyüyü atır, bəli, kiçiyi saxlayır əlində. Görürsünüz, 35'i saxladı. 40 atdı bir kənara. Sonra nə edir? İndi gəlir bura. N bərabər n plus 1. Bu sayı artırdı. Yəni bir addım getdik. Təzədən başa gəldik. Bu hissədəyik. Başlayıq. Yenə kiçikdir. Deyir, yenə x-i daxil elə. İndi bir dənə də istədi. Tutaq ki, mən bu dəfə ədədə yazdım 40. 40 yox, 45 olsun. İndi 45 yazdım x-a. Deyir, m böyükdürmü x-dan? M 35'dir. 35 böyükdürmü? Yox. Ona görə düz gedəcək. Yəni, m-in qiymətini dəyişməyəcək. 35 olaraq qalacaq. Çünki 45 35-dən böyük daxil. Mənə ən kiçiyi lazımdır deyə 45-ə dəymədi. Başa düşdünüz? Bu şəkildə gedəcək. İstifadəçidən 100 dənə, bax burada istifadəçidən 100 dənə ədəd istəyəcək. Daha doğrusu 99 dənə. O 99 ədədi müqayisə eləyəcək. Birini də başda aldığına görə, burada başda bir dənəsini aldığına görə, axı əlində bir ədəd olmalıdır dövrə başlasın deyə. Başda da birini aldığına görə 99 dövrdə bir dənə də yuxarıda. 100 dənə ədədin içindən ən kiçiyini seçəcək. Aydındır? Sonra 25 müəlliməm. 25. Sual. Sualların içində belə deyək də, biraz ən düşündürücü, biraz uzun olan suallardandır. Burada əslində çətin bir şey yoxdur. Baxın, müəllimlər. Deyir ki, kitab 1-dən 165-ə qədər nömrələnir. Bir fikir verin, mən öz kitabımızın səhifəsini göstərim sizə. Məsələn, biz 135-dəyik də elə. 135 ədədində neçə rəqəm istifadə olunur? 3. 3 dənə. Yəni bu deyir ki, birdən kitab 165-ə qədər nömrələnir.